o totalitar rejim yaradan, sistem yaradan dövlət adamlarına, dövlət rəhbərlərinə, diktatorlara, avtoritar liderlərə aid dediyim hamıya aiddir. Heç bir istisna yoxdur burada. Bu, beynəlxalq səviyyəli bir, yəni, əbədi bir qanundur. Bugün yaranmayıb bu qanun. 100 il əvvəl yaranmayıb. Tarixən bütün bu cür qəddar hökmdarlar əvvəl-axır öz səhvlərində uduzublar, bərbad vəziyyətə düşüblər. Burada istisna yox, heç bir dövlətə, heç bir ölkə, heç bir xalqa istisna yoxdur və olması da mümkün deyil. Bu qanunu mən yaratmamışam ki, istisnanı da mən deyəm. O ki, qaldı konkret Azərbaycandakı vəziyyətə təəssüf ki, haqlısınız. Yəni, hamı deyir ki, özüm də şahid olmuşam, hansı böyük marketlərə xüsusən girirsən, işçilərin az qala yarısı məhsulların üzərində qiymət kağızlarını dəyişməklə məşğuldurlar. Bütün günü qiymət dəyişməklə məşğuldurlar. Qiymətlər ildırım sürətindən artır, ancaq maaşlar, pensiyalar heç tısbağa sürəti ilə də artmır. Daha az sürətlə artır. Təbii ki, bu ölkədəki rüşvətxorluğun, monopoliyaların nəticəsidir, bərbad idarəçiliyin nəticəsidir və bu korrupsiya ilə monopoliyada əkizdirlər. Onlar bir yerdə olurlar. Bir yerdə olurlar və bir yerdə bu bərbad vəziyyət yaradırlar. Bunu Azərbaycan hakimiyyəti düşünməlidir və elə bilməməlidir ki, cəmiyyətin dözümü, inamı, yaxud səbri sonsuzdur. Azərbaycanın çox böyük problemləri və böyük hədəfləri var beynəlxalq aləmdə, ərazi bütövlüyümüz məsələlərində, qonşularımızla münasibətlərdə və bu məsələlərdə xalqımız bütövlükdə çox vətənpərvər bir xalqdır. Xalqımız çox fədakar bir xalqdır. Bunu tarixən biz görmüşük, son illərdə də gördük, 44 günlük savaşda, ondan sonraki müddətdə də görmüşük. Və yenə də nə olur olsun, Azərbaycan xalqı öz ərazi bütövlüyü, müstəqilliyi məsələlərində dövlətin, ordunun yanında olub və olacaq. Ancaq bu o demək deyil ki, hakimiyyət bu xalqın əsəbləri ilə oynamalıdır. Bu xalqı soymağa, bu xalqı qarət eləməyə davam eləməlidir. Buna son qoymaq lazımdır. Və nə qədər tez bu son qoyularsa, bir o qədər düzgün olar və yaxşı olur. Gedən proseslər də sanki öz istiqamətinə görə getmir. Məsələn, siyasi məhbuslarımız var. Sonra günahsız yerə həbs olunur.